Təsəvvür eləyin, üzünüzdə ildırım çaxması kimi şiddətli ağrı hiss eləyirsiniz. Bu ağrı o dərəcədə şiddətlidir ki, dişinizi fırçalamaqda, yemək yeməkdə, hətta üzünüzə toxunmaq belə sizə bu ağrını şiddətli dərəcədə hiss etdirir. Və insanlar çox uzun müddət bundan əziyyət çəkirlər və dişdə o problemin olduğunu düşünürlər. Boş yerə neçə dənə dişlərini çəkdirmiş olurlar. Lakin səbəb isə üçlü sinir nevralgiyası olur. Yəni 5-ci sinirimizdə olur. Bu nədən qaynaqlana bilər? Bəzən bu sinirə damar basqısı ola bilər, bəzən şiş ola bilər, bəzən isə iltihabi proseslər buna səbəb olur. Müalicəsi isə mərhələli aparılır. İlk növbədə dərman terapiyası ilə. Bəli, sizə doğru düzgün dərman təyin oluna bilər. Lakin dərmanın doğru düzgün dozasını təyin etmək çox önəmlidir. Əgər dərman kömək etmirsə, o zaman mikrocərrahiyyə və yaxud da ki, radiocərrahiyyəyə müraciət oluna bilər. Və bunlar tətbiq olunduqdan sonra çox rahatçılıqla siz bu ağrıdan azad ola bilərsiniz.